Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, əziz Ucar cəmaatı. Bugün sentyabr ayının 30-u 2025-ci mən hal-hazırda Ucar rayonu 28 may küçəsindəyəm. Gördüyünüz bu küçə 28 may küçəsidir. Bu küçədəki Şamil Fərzəliyev küçəsidir. Deməli, hal-hazırda Ucar Kommunal Təsərrüfat İdarəsinin işçiləri bu ərazidə təmizlik işləri aparırlar. Mən buradan çəkiliş edərək bir neçə dəfə müraciət etmişdim rayon sakinlərinə, bizim abituriyentlərimizə, hazırda gedib gələn uşaqlara ki, yollarda gedərkən küçələri zibilləməyin, əlinizdəki tullantıları yerə tullamayın. Təəssüf olsun ki, yəni nə qədər belə müraciətlər eləsək də, belə çəkilişlər eləsək də, baxsan ki, yenə də yəni həmən qaydadır. Bax, görürsünüz bu kanal arada buranı təmizləmişdilər. Yenə də bax, bərbad vəziyyətdədir. Bu işçilər də təmiz işlər görürlər. Allah canlarını sağ eləsin. Allah işlərini avand eləsin. Bax, görürsünüz. Sağ olsunlar. Kimsə deyir ki, bəzi insanlar deyir ki, yəni onların işidir, işlərini görməlidirlər. Allah işlərini avand eləsin. Onların işidir, onlar işlərini görürlər. Bəs siz niyə bu zibilləri bax bu şəkildə, bu tullantıları bax belə atırsınız, hara gəldi, yerə atırsınız. Bax, kanal, burada əvvəllər kanal olubdu, indi yoxdur. Dolub püskündədir və izləyicilərimizdən biri yazmışdı ki, Fuad müəllimin deməli, kurs keçdiyi yerdə zibil qabı yoxdur, dəfələrlə deyir. Biz demişik, orada zibil qabı qoymayıbdır. Bax, görürsünüz, bura Fuad müəllim, sağ olsun, bir kutu qoyubdur ki, yəni hazıra gələn uşaqlar zibillərini atsınlar həmən bu kutuya. Yəni, bura bunu atan da var, gətirib bura tullayan da var. İnsanlar ciddi şəkildə maarifləndirilməlidir. İstəyir böyük, istəyir balaca, fərqi yoxdur. Hər kəs maarifləndirilməlidir. Bu rayon bizim rayonumuzdur, bizim ucarımızdır. Rayonu hamımız birlikdə çalışmalıyıq, təmiz saxlamalıyıq. Bax, belə yollarda işləyən insanlara qiymət verməliyik, dəyər verməliyik. Yəni ki, demək olar ki, gün ərzində bütün saatlarda yollarda təmizlik işləri aparılır. Ona görə də yəni eləməyək, küçələrə bax bu şəkildə zibilləməyək, onlara qarşı hörmətsizlik eləməyək, onlar da bizlərdəndirlər, onlar da bizim qardaşlarımızdır, analarımızdır, bacılarımızdır. Yəni olmaz da bu şəkildə salam. Çəkiliş bu qədər, yəqin ki sözümüzü çatdıra bildik, fikrimizi çatdıra bildik. İzləyənlər, hər birinizə təşəkkür edirəm və əziz abituriyentlər, bir daha sizdən xahiş edirəm, hər birinizdən. Yəni küçələri bax bu şəkildə zibilləməyək. Ucar rayon Könüllü İstismar Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.